Yepyeni bir Brawl Stars bölümünden herkese salam dostlar. Bu videoda sizlerle birlikte her yeni karakter gələndə olduğu kimi bu karakteri də incələyəcəyik. İlk öncə istatistiklərinə, yıldız gücü falan hər şeyinə baxacağıq, aksesuar. Və uşaqlar bir də mənə bu 7 yazıb, hətta 7 yazıb sıxdı bu karakter mənə. 7 yazanda vəbşə heç nə çıxmamalıdır. Mənə amma bu karakteri verdi. Sizə bu karakter çıxıbsa onu da yorumlarda yazmağı unutmayın uşaqlar və indi gələcəm buradan bu karakteri incələyəcəm. Dediyim kimi yıldız gücü, aksesuar falan. Və karakterimizi incələmədən öncə bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Və hazırsınızsa keçək karakterimizi incələməyə. Belə mənim çox xoşuma gəldi karakter, amma heç oynamamışam. Yəni mən oynadığım oyuna mən rəqib düşənlərdən baxmışam və 7 səviyyədə bu karakterin sağlığı 6080-dir. Saldırı gücü 800, bu biraz azdır. Gölgə kuklası, süper gücü də gölgə kuklasıdır. Pis deyil amma məncə. İndi gələk buradan aksesuarlarına baxaq. Birinci aksesuarında süper dolum alan genişlər, 5-ləmə sürəsi 18. Bu belə da nə bilim obisinə də baxaq sonra qərar verək. Cici içindəykən Cici abın elə bil sən necə? Yıldız gücü belə Angelo'da kimi yumruğu belə bataqlıq kimi yer yaradır. Elədir məncə. Giga içindəykən və dostları görünməz klan bir alan oluşturur. 3 saniyə sürər. 3 saniyə çox yaxşıdır. Bu 5 olsaydı lap yaxşı olardı, amma bu daha yaxşı uşaqlar, yəni bu tövsiyədir. Bunu alarsınız. İndi baxa görək yoxdur destansı ya da gizemli eşyası. İndi gələk buradan super yıldızlarına baxaq. 3 saniyə boyunca hasar almaz, super dolum hızı 30 artar. Hazırlanma sonra gölgə kuklası 1920 sağlık yenilər. Bu karakter siz necədir? Oynamamış bilmək olmur. Amma aksesuarı falan nəyə lazımdır? İndi alamıram bunları, altınımı yığıram. Ona görə belə üstdən başlayıram. Yəni hazırlanma sonra gölgə kuklası 1920 sağlıq çox yaxşıdır həqiqətən. Məncə bu aksesuar bundan daha yaxşıdır, amma bunu karakterimizə bunların hamısını alandan sonra biləcəyik. Və yenə də siz özünüz bilərsiniz. Məncə amma bu aksesuar, bir də bu yıldız gücü çox qəşəngdir. Bir də bu karakterin kostümlərinə falan baxaq. Qəşəng kostümləri var, hamısı da özdə gizemli kostümdür. Məndə burada var ha. Sizdə 14 maç olanda Cici verəcəyim. Məndə o Cicinin 199, yəni gizemli kostümünü verəcəyim mən 14-dən açandan sonra. İndi də gələk buradan karakterimizlə bir maç oynayaq. Bir hesablaşma oynayacağım, bir də deyəsən vaxt qalsa oynayarıq. Savaş topu baxa görək hansına daha yaxşı gedir bu karakter. Buradan jetonları falan alaq. Və aldıq. Və bir oyunumuza giririk tək hesablaşma. Gördüyünüz kimi dostlar oyunumuz açıldı. Bu karakter siz nətərdir atışı? Ember kimi də elə bil vaxtlandı. Siz nətər o Ember'da da atışı biraz gec olur da. Gec də olur. Bunda amma çox tez də olur. Tezdə qutarır da. Belə yaxın karakterdir, bildiniz də. Ultisinə də bir baxım. Bir dənə adam gəlsə bura. Bir dəqiqə belə çox pis deyil, yəni qəşəng karakterdir, gizemliyə layiq karakterdir. Amma indi ultisi də çox əla ultisi var. Karakterin yanına ışınlanır. Həqiqətən çox superdir da. Karakter həqiqətən çox xoşuma gəldi. Sizin də bu karakter almağınız tövsiyədir məncə. Çox əla bir karakterdir. Hələ bunun 11 səviyyəsini düşünə bilmirəm. Çox güclü olar 11 səviyyəsi uşaqlar. 11 üçdən 1680 hasar verir və görək birinci ola biləcəyimi? Və gəl bura. Əla, 2 dənəyə öldürdüm yəni uşaqlar. Belə bir güclü karakterdir. Həqiqətən çox xoşuma gəldi. Bir də savaş topu girəcək uşaqlar.
İndi bir dənə stratejimiz və destansı yazdı. Buradan gələcəm, bir dənə savaş topu oynayacağım. Və gördüyünüz kimi dostlar, ikinci maçımız da açıldı. Baxaq görək savaş topuna yararlı bir karakterdirmi bu karakter. Məncə savaş topuna da yaxşı gedər uşaqlar. Yəni takım maçlarına yaxşı gedər bu karakter. Aha, biraz zəiflər düşür amma məncə çox qəşəng bir karakterdir. Yəni də baxın, alan hasardır. Biraz içinə 2 nəfər salıb hasar vermək olar. Şimdi gəlin buradan ikinci qolumuzu atdıq və gördüyünüz kimi uşaqlar qutardı. Maçımız belə çox xoşuma gəldi bu karakter. 10 üzərindən məncə 9 alar bu karakter. Sizdə neçə verərsiniz bu karakterə 10 üzərindən? Onu da yorumlarda yazmağı unutmayın uşaqlar və indi isə yavaşdan videomuzu bitiririk. Bir dəqiqə. Aha. Ya markete baxım görək nəsə var marketdə. Aha, buradan 80 dənə bizə vafli verir. 80 dənə vafli verdi və 241 dənə oldu uşaqlar. Bilirəm videonun əlaqəsi yoxdur, amma bir dənə bundan açaq. Baxaq görək nəsə çıxacaqmı? Haydi bir 29 taşlıq da olsa bir dənə kostüm verər də, yəni bizə vermədi. Neysə dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür karakter incəleme videolarının devamı üçün kanala abunə olmağı və bu videoya like atmağı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşənədək.